Aktual problem bilirsiniz nədir? Məşq eləməklə bağlı. Biz çox şeyləri bilirik, amma eləmirik. Tutalım ki, bax bu bicepsə işləyir. Bilirik bunu, bilirik. Bicepsin iç tərəfini işləyir, düzdür? Hə. Bu da bicepsin çöl tərəfini işləyir, düzdür? Hə. Yaxşı. Deyək ki, qanterimiz yoxdur. Su baçoklarımız var, nə bilim kubikimiz var. Jim eləmək olar, çox şey eləmək olar. Amma problem o deyil. Problem eləməməkdir. Fikirləşirik, baxırıq, videoda görürük, biri çıxır, bədən belə-belə. O məşq edir, onun gündəlik rejimi var. Bu qədər məsəl üçün yatır, bu qədər filan şey eləyir, filan şey eləyir. Beləncə o öz gününü parçalayıb, ona uyğun hərəkət edir. Amma bu günlərim elə uşaqlar var ki, cavan uşaqlardır. Gün ərzində heç nə ilə məşğul olmurlar. Tutalım ki, vaxtları var, hər şey var, imkanı da var. Məşq eləmir, deyir, məndə alınmır. Alınmamağın da səbəbi odur ki, nə vaxtını yatmağını bilir, nə yeməyini bilir, nə içməyini bilir. Ona görə də birinci növbədə hər şey bundan başlayır. Eləyin inşallah, sizdə alınacaq.